Dekabrın 25-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Vüqar Mustafayev, Vyetnam Sosialist Respublikasının Hanoi şəhərində Vyetnamın Milli Müdafiə naziri Pan Van Giang ilə görüşüb. Görüşdə Azərbaycan və Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, son illər iki ölkənin ali rəhbərliyinin tapşırıqlarına və imzalanmış iki tərəfli sənədlərə uyğun olaraq hərbi texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müxtəlif səviyyələrdə, xüsusilə də müdafiə sənayesi üzrə yüksək səviyyəli təmaslar bu əməkdaşlığın mühüm göstəricilərindəndir. Pan Van Giang Vyetnamın Azərbaycanla ənənəvi dostluq münasibətlərinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Vyetnamın keçmiş prezidenti Ho Chi Minhin əsasını qoyduğu münasibətlər bugün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşı tərəf Azərbaycanın Vyetnamın milli müstəqilliyi uğrunda mübarizəsində, eləcə də ölkənin bərpası və inkişafında göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib. Habelə yeni əməkdaşlıq sənədlərinin imzalanması, hüquqi bazanın gücləndirilməsi, nümayəndə heyətlərinin mübadiləsinin artırılması, müdafiə sənayesi sərgilərində qarşılıqlı iştirak, müdafiə təyinatlı məhsulların idxal və ixracı, tədqiqat və istehsal, texnologiyaların ötürülməsi və ixtisaslı kadrların hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. Nazir Vüqar Mustafayev Pan Van Giangı 2026-cı ildə Azərbaycanda keçiriləcək 6-cı ADEX beynəlxalq müdafiə sərgisinə, həmçinin qarşı tərəf Vüqar Mustafayevi gələn il Vyetnamda təşkil ediləcək 3-cü beynəlxalq müdafiə sərgisinə dəvət edib. Nazir Vüqar Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, bu səfərin iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.